Bugün söz yaradıcılığı morfemika bölməsinin izahına başlayırıq. Bundan öncə biz fonetika bölməsini keçdik. Öyrəndik ki, fonetika sözünün mənası nədir? Fone səs, tika isə elm deməkdir. Deməli, danışıq səsləri haqqında elmdir fonetika. Fonetikadan sonra öyrəndiyimiz bölmə leksikologiya bölməsi idi. Burada isə lexikos söz, logos isə elm, təlim olduğunu öyrəndik. Deməli, fonetika səslər, leksika sözlər haqqında elmdir. Bugün artıq növbəti bir bölməyə biz morfemika bölməsindən başlayırıq. Morfemika bölməsində isə biz artıq sözlərin quruluşunu, şəkilçiləri, kökü öyrənəcəyik ki, bu söz hansı tərkib hissələrindən ibarətdir. Söz biz həmçinin leksikada öyrəndik ki, dilin əsas vahidi nədir? Söz. Çünki biz bir-birimizlə söz vasitəsilə əlaqə saxlayırıq. Və söz kökdən və şəkilçidən ibarətdir. Ümumilikdə desək, Azərbaycan dilində sözlər quruluşuna görə 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Sadə sözlər sadəcə bir kökdən, düzəltmə və mürəkkəb. Sadə sözlər bir kökdən və yaxud da ki, kök plus qrammatik şəkilçidən düzəlir. Yəni, sadəcə kökdən ibarət olur, belə deyək ki. Düzəltmə sözlər kök plus leksik şəkilçidən yaranır. Və mürəkkəb sözlər isə iki sözün birləşməsindən yaranır. İki söz. Deməli, soruşsaq, sadə sözlər nəyə deyilir? Sadəcə kökdən ibarət olan sözlərə sadə sözlər deyilir, amma kök və qrammatik şəkilçidən də ibarət ola bilər. İndi az sonra biz qrammatik və leksik şəkilçinin nə olduğuna da baxacağıq. Düzəltmə sözlər söz və sözün kökünə leksik şəkilçilər artırmaqla yaranır. Mürəkkəb sözlər isə iki müstəqil sözün birləşməsindən yaranır. Bu sözlər quruluşca və biz bildirdik ki, 3 cür olurlar. Və söz ümumiyyətlə hansı tərkib hissələrindən ibarətdir desək, biz kökdən və şəkilçidən ibarət olduğunu öyrənəcəyik. Kök nədir desək, kök sözün ayrılıqda işlənə bilən və ayrılıqda leksik mənası olan hissəsinə kök deyilir. Amma ayrılıqda işlənə bilməyən, sadəcə kökə qoşulmaqla müəyyən məna bildirən hissəyə isə şəkilçi deyilir. Məsələn, bir dənə söz götürək, qeyd edirik ki, dəniz sözün köküdür, ayrılıqda mənası var, müəyyən bir su sahəsidir. Plus dənizçi. Çinin xüsusi bir mənası yoxdur, çünki o şəkilçidir, leksik şəkilçidir hətta. Kökə qoşularaq yeni mənalı söz düzəldibdir. Bir daha təkrar edirik ki, morfemika bölməsi dilçiliyin sözlərin quruluşunu, tərkibini öyrənən elmdir. Və biz burada sözün kökünü, şəkilçisini və şəkilçilərin növlərini öyrənəcəyik. Qeyd elədik ki, kökün leksik mənası olur, şəkilçilərin isə leksik mənası olmur. Şəkilçilər sözə adətən bitişik yazılırlar. Təbii ki, ayrı yazılmaq kimi bir halı yoxdur. Sözün kökünü biz hecalara ayırdıqda kök və şəkilçiyə ayrılmasından tamamilə fərqli bir şeydir. Buna da mütləq diqqət eləməliyik. Burada bizə kökün işarəsi göstərilibdir. Kökün işarəsi bu şəkildədir. Leksik şəkilçinin işarəsi üçbucaq. Aval işarə qrammatik şəkilçinin və sözün aşağısından göstərilən sözün başlanğıc formasına şərti işarəsidir. İndi qarşıdakı bölmələrdə biz bunları detallı şəkildə öyrənəcəyik. İlk öncə öyrənirik şəkilçilərin növlərini. Şəkilçilər müəyyən növlərinə görə, daha doğrusu müəyyən xüsusiyyətinə görə növlərə ayrılırlar. İlk öncə mənasına görə. Mənasına görə bizə ən çox lazım olan bir bölgüdür. Leksik şəkilçilər var və qrammatik şəkilçilər var. Leksik şəkilçilər nədir? Digər adı ilə biz ona söz düzəldici şəkilçilər də deyirik. Sözün kökünə və ya başlanğıc formasına qoşularaq yeni mənalı söz əmələ gətirir. Yəni, söz düzəldici olduğu üçün digər adı ilə leksik şəkilçi yeni bir söz düzəldir. Leksik şəkilçi, yəni sözün mənasını dəyişsə də, sözün kökü ilə yeni yaranan söz arasında mütləq məna bağlılığı olmalıdır. Bayaq dediyimiz elə dənizçi sözünə baxsaq,
Dəniz müəyyən bir su sahəsidir. Dənizçi də orada işləyən insana deyilir. Deməli, yeni yaranan söz dənizçi sözünün dənizlə məna bağlılığı da qorundu. Bu mütləq qorunması hallardan biridir. Məsələn, biz desək ki, dinləmək feili. Dilimizdə din deyə söz var, İslam dini mənasında. Biz bunu ona görə ayrıca bir kök götürə bilmirik. Dinlə. Amma dinləmək nə deməkdir? Dinləmək, eşitmək, qulaq asmaq deməkdir. Bunun dinlə, İslam dini ilə məna əlaqəsi heç bir şəkildə olmadığına görə burada sözün kökü elə bütövlükdə dinlə olacaqdır. Dinləmək sözü də sadəcə kökdən ibarət olan sadə sözdür. Yəni, diqqət eləməli məqam odur ki, harada şəkilçi formasına oxşayan bir şey gördüksə, biz onu şəkilçi kimi götürə bilmərik. Mütləq sözün kökü ilə yeni yaranan söz arasında məna bağlılığı olmalıdır. İkinci növ şəkilçilər isə qrammatik şəkilçilərdir. Qrammatik şəkilçilər nəyə deyilir? Sadəcə sözlərə qoşularaq onların bir-biri ilə cümlə daxilində bağlanmasına, söz birləşməsi və cümlə daxilində bir-birinə bağlanmasına xidmət edir. Bu yeni bir məna yaratmır, sadəcə formasını dəyişir deyə buna biz söz dəyişdirici şəkilçisi deyəcəyik və bəzən testlərdə bu sizin qarşınıza sözün formasını dəyişən şəkilçi olaraq da qarşınıza çıxa bilər. Azərbaycanda qrammatik şəkilçilər çox azdır. Leksik şəkilçiləri hər bir nitq hissəsini keçərkən bir-bir öyrənəcəyik. İsmi, sifəti, sayı və bütün əsas nitq hissələrini öyrənərkən onların şəkilçilərini, yəni leksik şəkilçilərini öyrənəcəyik. Amma qrammatik şəkilçilər çox azdır deyə biz bunları əzbərləməliyik. Bunu əzbər soruşacağam. Qrammatik şəkilçilər nələrdir? Azərbaycan dilində ismin cəm, hal, mənsubiyyət və xəbərli şəkilçiləri. Məsələn, elə bayaq dediyimiz dənizlər. Dəniz sözünə larlər cəm şəkilçisi artırdım. Bunun mənasında heç bir dəyişiklik olmadı. Sadəcə formasını dəyişdik. Dəniz əvvəl bir dənə idi. Dənizlər deyəndə artıq daha çox məna bildirdi. Və yaxud da ki, hal şəkilçisi artırsam dənizdən sadəcə hal artırdıq. Mənsubiyyət dənizim, deyək ki, mənim dənizim və yaxud da ki, dənizdir desək, bura dənizdir. Burada da məna dəyişmir, sadəcə forma dəyişir. Deməli, yekun olaraq qrammatik şəkilçilər hansılardır desəm, isimlərdə cəm, hal, mənsubiyyət və xəbərli şəkilçiləri. Bunların nə olduğunu biz artıq məktəb dövründə müəyyən qədər öyrənmişik. Qarşıdakı isim bölmələrində də daha detallı şəkildə öyrənəcəyik. İsimdə sadəcə 4 dənə şəkilçi oldu və bir də feildə var bizim qrammatik şəkilçilərimizdə. Feilin inkar şəkilçisi ma-mə. Məsələn, oxu, oxuma. Feilin şəkillərinin şəkilçiləri, yəni feilin lazım şəkli, vacib şəkli, xəbər şəkli və s. Deməli, həm də feilin zamanlarının şəkilçisi, indiki zaman, keçmiş zaman və gələcək zaman, şəxs sonluqları və feilin təsriflənməyən formaları, yəni məstər, feili, sifət və feili bağlamanın da şəkilçiləri nədir? Qrammatikdir. Qrammatik şəkilçilər hansılardır desəm, isimdə cəm, mənsubiyyət, hal, xəbərlik, feildə inkar, feil şəkillərinin, feilin zamanlarının şəkilçiləri, feilin təsriflənməyən formalarının şəkilçiləri deyə cavab verəcəksiniz. Bu oldu mənasına görə 2 yerə bölündü. Leksik, qrammatik, detallı şəkildə də buna baxdıq. İkinci, gəlir sözlər yazılışına görə, daha doğrusu şəkilçilər yazılışına görə bir cür yazılan olur, 2 cür yazılan olur və 4 cür yazılan olur. Bunu biz yəqin ki, bir çox şəkilçiləri öyrəndə diqqət eləmişik ki, adətən yazır ki, lar üstü 2. Bunun üzərindəki 2 onun 2 cür yazılan şəkilçi olduğunu, yəni lar və lər. 2 cür yazılır. Deməli, və 2 cür yazılan şəkilçilərin tərkibində A və Ə şəkilçiləri olur. Bu 2 cür yazılan, 4 cür yazılan, məsələn, ın, in, un, ün, üzərində 4 işarəsi qoyulur və onun 4 cür yazıldığını göstərir. 4 cür yazılan şəkilçilərin tərkibində hansı saitlər var desəm, deyəcək ki, qapalı saitlər, yəni I, U, Ül saitləri. Yerdə qalır bir cür yazılan şəkilçilər. Bir cür yazılan şəkilçilərin üzərində heç bir rəqəm yazılmır. Məsələn, yazırıq ki, kər.
kar, keş və bunlar adətən alınma şəkilçiləri olurlar. Bunlar ahəng qanununa uyğunlaşmalar sözə artırılarkən elə bir cür yazılan, məsələn, əmək, dar, dar şəkilçisi və yaxud da ki, sənət, kar, eyni ilə kar şəkilçisi bir cür yazılan şəkilçilərdir. Deməli, 2 və 4 cür yazılanlar milli şəkilçilərimizdir, bir cür yazılanlar isə alınma şəkilçilərdir. Mənşəyinə görə elə milli və alınma olur. Milli o şəkilçilərdir ki, bizim öz ana dilimizə, türk dillərinə məxsus olan şəkilçilərdir və bizim həm qrammatik şəkilçilər, əksəriyyəti leksik şəkilçilərdən də elə bu 2 və 4 cür yazılanların çoxu milli şəkilçilərdir. Alınma şəkilçilərin daha çox ərəb fars dillərindən keçibdir dilimizə və bir cür yazılan şəkilçilər biz bayaq dedik ki, milli şəkilçilər, daha doğrusu alınma şəkilçilərdir. Amma burada istisna var ki, daş, gil, sov, lak və şın şəkilçiləri milli şəkilçidir və bir cür yazılan şəkilçidir. Qoşulma yerinə görə adətən birinci kök gəlir, daha sonra leksik şəkilçi gəlir, daha sonra isə qrammatik şəkilçi gəlir. Məsələn, elə dəniz sözün köküdür. Dənizçi yeni mənalı söz düzəltdi. Dənizçilər birinci leksik, ikinci isə qrammatik şəkilçi gəldi. Və bunlar adətən sözün kökündən sonra artırılır. Amma qoşulma yerinə görə bir var söz önü və söz arxası. Söz arxası hal-hazırda dediyimiz sözün kökündən sonra artırılanlardır. Söz önü olan şəkilçilərimiz çox azdır və bunlar daha çox sifətlərdə olan şəkilçilərdir. Sifət düzəldən şəkilçilərdir ki, bi, na, la, ba, a, anti şəkilçiləri deməli ön şəkilçilərdir. Məsələn, vəfa sözünə məsəl üçün sızı artırsam vəfasız sözün kökündən sonra artırıram. Amma mən bura ön şəkilçi olaraq artırsam bi, vəfa. Yəni bunun təhlili də bu şəkildə olacaqdır. Na, bələd, a, normal. Normal sözün köküdür, a isə ön şəkilçidir. Bu şəkilçilərin növləri haqqındadır. Mütləq ki, buna diqqət edin. Gəlirik sözün başlanğıc forması. Başlanğıc forma nədir dedikdə qeyd eləyəcək ki, bunu köklə qarışdırmırıq. Çox zaman uşaqlar bunu qarışdırırlar. Təəssüflər olsun ki, başlanğıc forma sözün kökü plus leksik şəkilçilər, bütün leksik şəkilçilər daxil olmaqla qrammatika qədər olan hissədir. Məsələn, biz dedik elə yenə dənizçi sözünü yazaq. Dənizçilər. Sözün kökünün işarəsi bu şəkildə idi. Dəniz, çi leksikdir, lər isə qrammatikdir. Bu sözdə sonuncu leksik hansıdır? Çidir. Qrammatika qədər olan hissə, deməli, dənizçi sözü bizim sözümüzün başlanğıc formasıdır. Daha çox şəkilçi olan bir nümunə yazaq. Məsələn, əkinçilər. Sözün kökü ək feilidir. Yəni, kök ilk mənalı hissədir. İlk müəyyən bir leksik mənası olan hissədir. Ək sözündən əkin yaranır. Əkin sözündən əkinçi yaranır deyə leksikdir. Lər isə qrammatikdir. Hətta əkinçilərin bir dənə də hal şəkilçisi artıraq. Bu da qrammatikdir. Bu sözün başlanğıc forması kök plus leksik şəkilçilər hamısı daxil olmaqla olacaqdır.